Bismillahirrahmanirrahim və bihi nəstəin innəhu xeyru nasirin və mu'in. Və sallallahu alə seyyidina Muhammed və alihi tahirin. Selamun aleykum və rəhmətullahi və bərəkatuhu. Əziz dostlar, əziz tələbələr. Bizim dərsimiz keçən dərsin davamı olaraq nübüvvət bəhsində o kəslərin dəlilləri barəsində danışırdıq ki, onların etiqadına əsasən Allah tərəfindən peyğəmbərlərin insanlar üçün göndərilməsinin heç bir zərurəti yoxdur. Amma biz keçən dəlillərdə möhkəm və tutarlı fəlsəfi və bəzi kəlami dəlillər əsasında isbat etdik ki, Allah tərəfindən peyğəmbərlərin gəlməsi əqli baxımından zəruridir, vacibdir. Amma bir sıra məktəblər vardır ki, dünyada, hal-hazırki zamanımızda ki, onlar ümumiyyətlə peyğəmbərlərin gəlməsini inkar edirlər və bunu isbat etmək üçün bir sıra dəlillər gətirmişlər. O dəlillərdən birinə keçən dərsimizdə işarə etdik ki, Bərahimə adlı firqənin, məzhəbin, cərəyanın etiqadına əsasən Allah tərəfindən peyğəmbərlərin gəlməsinə ehtiyac yoxdur. Dəlili bundan ibarətdir, xülasə olaraq işarə edirəm. Onlar deyirlər ki, Allah tərəfindən gələn peyğəmbərlər gətirdiyi o məarifləri ya əqlin, necə deyərlər, əqillə uyğun gəlir, ya əqlin ziddinədir. Əgər əqillə uyğun gəlirsə və əqlin dərk etdiyi mətaliblərdirsə, bu surətdə peyğəmbərlərin gəlməsinə ehtiyacımız yoxdur ki, peyğəmbərlər gətirdiyi şeyləri əqlimiz dərk edir. Əqlin dərk etdiyinə biz etiqad edib, inanc edib və onun əsasında hərəkət edirik. Amma əgər onların gətirdiyi mətaliblər əqlin ziddinədirsə, əqlin ziddinə olan şeyləri də biz qəbul edə bilmərik. Bu dəlilə əsasən nəticə alırlar ki, bəs peyğəmbərlərin gəlməsinə ehtiyac yoxdur. Amma bunun cavabında işarə olundu ki, siz nə üçün peyğəmbərlərin gətirdiyi mətalibləri, məarifləri iki hissəyə bölürsün, əqlə uyğun və yaxud da əqlin ziddinə. Bəli, bir sıra mətaliblər ola bilər ki, əqlin, yəni vəhyin, peyğəmbərlərin gətirdiyi mətləblər əqlə uyğun ola bilər, əqlin dərkinə uyğun ola bilər. Və bunun da mənası bu deyil ki, bəs onlara gəlməyinə ehtiyacı yoxdur. Bəlkə peyğəmbərlər də gəlir, əqlin dərk elədiyi şeyləri deyirlər, əqlin həqiqətdə dərkin təkid edirlər. Ki, bu barədə üsul bəhsində də bəhs olunub ki, bu cürə məarifə ki, əqil dərk etdiyin şər edə gəlibdir, həqiqətdə irşadı əvamirlər və yaxud da irşadı nəvahilər də deyilir. Və ikinci hissə gedir ki, əqlin ziddinə, peyğəmbərlərin gətirdiyi məariflər heç vaxt əqlin ziddinə ola bilməz. Yəni, peyğəmbərlərin gətirdiyi mətaliblər ya əqlə uyğundur, ya da ki, əqlin dərk edə bilmədiyi mətləblərdir. Əqlin, necə deyərlər, sahəsindən uzaqdır. Əql özü də bunu dərk edir ki, bir sıra məsələlər var, bir sıra mətləblər vardır ki, əql onu dərk etməkdən acizdir. Necə ki, işarə olundu ki, Allah Mütəal Quranda da buyurur ki, ya Peyğəmbər, Allah Mütəal sənə elə şeyləri öyrətdir ki, sən nə qədər əqli baxımından təkamülə yetirsən də belə, həmin mətalibi dərk edə bilməzdin, əgər Allahın vəhyi əsasında bu şeylər sənə təlim olunmasıydı. Bəs bu təqsim özü, bu bölüm özü düzgün bölüm deyil. Peyğəmbərlərin gətirdiyi ya əqlin ziddinədir, ya əqlə uyğundur. Yox, peyğəmbərlərin gətirdiyi ya əqlə uyğundur və yaxud da bəzi şeyləri gətirir ki, əqlən ziddinə olmasa da əql onu dərk edə bilməz. Bəs bir sıra mətaliblər var ki, əql onu dərk edə bilmir. Bu sahələrdə bizim peyğəmbərlərə ehtiyacımız vardır ki, peyğəmbərlər onları gətirsinlər, insanlara bəyan etsinlər, insanlar ona əməl etsinlər və nəticədə təkamülə və həqiqi səadətə yetişsinlər. Bəs bunların dəlili batil və naqis bir dəlildir. Amma ikinci bir dəlil ki, onların tərəfindən, yəni bəzi peyğəmbərlərin bi'sətin inkar edən tərəfindən gətirilmişdir. O da bundan ibarətdir. Deyirlər ki, biz öz ağlımızla dərk edirik ki, bu aləmin yaradanı var və bu aləmin yaradanı alimdir, qadirdir, həyyidir və müxtəlif kəmal sifətlərin. Deyirlər ki, biz əqlimizlə dərk edirik, bizi yaradan var, bu yaradan da alimdir, bu yaradan məsələn rəhimdir, rəhmandır, əqlimizlə bunu dərk edirik. Bunu dərk edəndən sonra biz
əqlimiz bizə hökm edir ki, belə bir varlığın müqabilində gərək nə eləyəsən? Şükr edəsən, ona təşəkkürü bildirəsən, necə deyirlər, ona pərəstiş edəsən. Əql bunu dərk edir. Bəs əql birinci mərhələdə dərk edir ki, bizim yaradanımız var, bu aləmin yaradanı var və bu yaradan alimdir, qadirdir, həydir, muriddir, müdrikdir, rəhmandır, rəhimdir. Və ikinci mərhələdə dərk edir ki, belə bir varlığın müqabilində gərək biz pərəstiş edək. Bəs Peyğəmbərlərin gəlməsinə ehtiyac duyulmur. Bu, onların dəlili. Amma cavab olaraq bir neçə məsələyə işarə etmək lazımdır. Birinci məsələ budur ki, qəbul edirik. Bəli, əql bu qədər dərk edir ki, bu aləmin yaradanı var, bizim yaradanımız var və bu yaradan alimdir, qadirdir, həyyidir və buna görə pərəstiş edək və buna görə şükür edək. Bu qədər dərk edir. Amma əql, görəsən, bunu da dərk edir ki, biz necə o varlığa, o yaradana, alim və qadir və həy olan yaradana biz necə şükür etməliyik? Başqa sözlə, əql dərk edir ki, bu belə bir varlıq ki, bizi yaradıb, özü yaranmamışdır və bu yaradan alimdir, qadirdir, mehribandır, rəhmandır, rəhimdir və buna şükür etməyi lazımdır. Bunu dərk edir. Amma şükrün keyfiyyətini əql dərk edə bilmir. Bəli, mənə əqli baxımdan Allahı biz tanıyırıq və Allaha da şükür etmək lazımdır və vacibdir, əqlin hökmüdür. Amma necə şükür edək? Hansı tərzdə şükür edək? Necə dua edək? Necə bu varlığı çağıraq? Hansı zamanlarda çağıraq? Hansı keyfiyyətdə çağıraq? Artıq əql belə şeyləri dərk etmir. Bəs ən azından bu cürə məsələlərdə və şükrün hansı keyfiyyətdə olması məsələsində bizim ən azından bu məsələdə ehtiyacımız var kimlərə? İlahi peyğəmbərlərə ki, onlar gəlsinlər, bəyan etsinlər ki, bu yaradan ki, siz əqlinizlə dərk edirsiniz və dərk edirsiniz bu yaradana gərək pərəstiş edək, gərək şükür edək. Hansı formada şükür etmək lazımdır? Bunu artıq peyğəmbərlər deyir. Əql bu məsələdə artıq sakitdir. Necə deyərlər, şükrün keyfiyyətini dərk edə bilmir. Bu birinci cavab. İkinci cavab bundan ibarətdir ki, əgər biz desək ki, bəli, peyğəmbərlər yalnız və yalnız gəlirlər ki, bizə desinlər ki, Allah'a şükür edin. Allah'ı tanıyın və ona şükür edin. Əgər belə olsa, bəli, peyğəmbərlərin gəlməsinə ehtiyac yoxdur, çünki bu məsələni əql dərk edir. Amma peyğəmbərlərin gətirdiyi mətaliblər yalnız və yalnız elə Allah'ı tanıyıb şükür etmək deyil ki. Bunun kənarında çoxlu məsələlər var, incə mətləblər var, təvhidin həqiqətləri vardır ki, əgər peyğəmbərlər bunları bizə bəyan etməsələr, biz bunların həqiqətin və cüz'iyyatın, incəliklərini dərk edə bilmərik. Yalnız və yalnız biz peyğəmbərlərin proqramların münhəsir edək, ancaq və ancaq budur ki, peyğəmbərlər gəliblər ki, desinlər Allaha şükür edin. Bu həqiqətdə peyğəmbərlərin proqramların həqiqətə məhdudlaşdırmaqdır. Baxın, mən bu kitab əsasında oxuyuram. İnnə təxsisə bəramicil ənbiyə bil əmri bişşük və nəhyən kufranin ni'mə qəflətun ən əhdafihimiz səmavi samiyyə. Əgər biz peyğəmbərlərin proqramların münhəsir edək, ixtisas verək, ancaq və ancaq şükrə əmr ediblər və küfran-ı nimətdən nəhy ediblər, həqiqətdə biz qəflət eləmişik. Nədən qəflət eləmişik? Peyğəmbərlərin ali hədəflərindən. Onlar nə üçün gəliblər? فَإِنَّهُمْ جَاءُوا لِإِسْعَادِ الْبَشَرِ فِي حَيَاتِهِمِ الْفَرْدِيَّةِ وَالْاِجْتِمَاعِيَّةِ. Peyğəmbərlər ancaq və ancaq gəlməyiblər ki, bizə desinlər ki, şükür edin və küfranı nimət etməyin ki, bunu əql dərk edir. Yalnız bu deyil, bəlkə peyğəmbərlər gəliblər, bəşəri öz fərdi və ictimai həyatında həqiqi mənada səadətə çatdırsınlar. İnsanlar bir ömür şükür, əlhəmdülillah deməkdən həqiqi səadətə yetişə bilməz. İnsanı həqiqi səadətə yetirmək üçün bir sıra proqramlar vardır. İnsan fərd olaraq gəlir ona riayət etsin. Bir sıra proqramlar da vardır ki, insan ictimaiyyətdə ona riayət etsin ki, ta həqiqi mənada səadətə çatsın. Və la təxtəssu risalətun bil əvrad vəl əzqaril caffə. Bunların ancaq proqramları bu deyil ki, elə zikir deyəsən, əlhəmdülillah, ya bunlar öz yerində lazımdır. Bunların hamısının əsəri vardır insanın mənəviyyatında. Lakin peyğəmbərlər yalnız və yalnız quru zikir demək üçün gəlməmişdilər.
Elə bu cəhətdən də bir əziz peyğəmbərimizin bir kəlamına işarə edək ki, peyğəmbərimiz buyurur ki: "İnni qad ci'tukum bi xeyrid dunya vel axirə." Mən sizə dünya və axirətin səadətini gətirmişəm. Dünya və səadətin axirətindən sırf elə şükür eləməklədir. Təbii ki, belə deyil. Müxtəlif proqramlar var, müxtəlif əməllər vardır. İnsan həm gərək fərd olaraq bunlara əməl eləsin, həm cəmiyyət arasında bunu əməl eləsin, ta ki, həqiqi mənada dünya və axirətin səadətinə yetişsin. Bəs bunu əsasən bu dəlildə naqis dəlildir ki, bu dəlilə əsasən deyirlər ki, peyğəmbərlərin gəlməsinə ehtiyac yoxdur. Bəlkə peyğəmbərlərin gəlməyinə ehtiyac var və zəruridir, gərək də gəlsin. Bu da ikinci dəlilləri və onun cavabı. Amma üçüncü dəlillər. Üçüncü dəlili bundan ibarətdir ki, onlar deyirlər ki, nə üçün biz öz mislimizdə olan, özümüzə bənzəyən bir bəşərə tabi olmalıyıq. Əlbəttə, bu dəlil həqiqətdə bunların bugünkü dəlili deyil. Bugün hallandığı kimi 1400 il bundan qabaq da, bəlkə ondan öncə də digər peyğəmbərlərin zamanında da bəzi insanlar deyirdi, nə üçün biz özümüzə bənzəyər bir insana, bir bəşərə tabi olmalıyıq? Quranın müxtəlif ayələrində buna işarə olunur ki, onlar deyirlər ki, əgər bu həqiqətən də Allah tərəfindən göndərilibsə, ilahi bir elçidirsə, nə üçün mələklərdən olmadı? Nə üçün qeyri-adi bir varlıq olmadı? Özümüzə bənzəyən bir bəşərə nə üçün biz tabi olmalıyıq? Bu, onların, necə deyərlər, dəlilləridir. Amma bunun cavabında da diqqət yetirməli ki, bəli, onlar da bizim kimi, yəni ilahi peyğəmbərlər də, ilahi elçilər də bizim kimi bir insandırlar. Onlar insandırlar, amma necə insandırlar? Onlar seçilmiş bir insandırlar. Onlarla bizim fərqləndirən cəhət budur ki, onlara Allah tərəfindən vəhiy gəlir. Bizə də onlara tabi olmaq bu cəhətdəndir ki, onlar Allah seçib, onlara Allah vəhiy göndərir. Onlar bildiklərini biz bilmirik. O sahədə biz gərək onlara tabi olaq, onların dediyinə əməl edək ki, həqiqi səadətə çata bilək. Pəs bu baxımdan ki, onlar bəşərdir, biz onlar bəşər olduğuna görə biz onlara tabi olmuruq. Onlar xüsusi bəşər olduqlarına, onlarda xüsusi cəhət olduqlarına görə biz onlara tabi olmalıyıq. Onların dediyinə boyun qoyub itaət etməliyik ki, ta ki, həqiqi səadətə yetişək. Quranda Allah Mütəala onların bu dəlilinə işarə edir. Və əsərrun nəcvəlləzinə zələmu həl haza illa bəşərun mislukum. Onlar bir-birinə nəcva edib deyirlər, zalim olan insanlar. Bu da sizin kimi bir bəşərdir. Özünüz kimi bir bəşərə tabi olaq. Başqa bir ayədə və qaləl mələ'u min qavmihillezine kəfəru və kəzzəbu biliqa'il axirə. Onlar ki, kafir idilər, axirəti təkzib edirdilər və ətrəfnahum fil həyatid dünya. Bunların sözü bu idi: ma haza illa bəşərun mislukum. Bunlar da, yəni bu peyğəmbərlər də sizin kimi bir bəşərdir. Yə'kulu mimma tə'kuluna minhu. O da siz yediyinizdən yeyir. Və yəşrabu mimma təşrabun. Bu sizin içdiyinizdən. Bu insandır. İnsana biz nə üçün tabi olmalıyıq? Amma Allah Mütəala Qur'an-ı Kərimin özündə buna cavab verir. Buyurur ki, qalət ləhum rusuluhum. Onlar ki, deyirdilər ki, sizdə, bunlarda bizim kimi bir bəşərdir. Peyğəmbərlər özləri onların cavabında deyərdilər ki, qalət ləhum rusuluhum. Onların peyğəmbərləri, mürsəl peyğəmbərləri deyərdilər, innəhnu illa bəşərun mislukum. Bəli, biz də sizin kimi bir bəşərik, lakin bizlə sizin bir fərqiniz vardır. Və lakinnəllâhe yemunnu alâ mən yeşâ min ibadi. Allah Teala bizlərə bir minnət qoyub, özü istəyib də bunu ki, seçilmiş bir bəndə olur. Minnət qoyub, ona vəhiy göndərib. Ona vəhiy göndərdiyi üçün biz ona tabi olmalıyıq. Və ma qânə lənən ən nə'tikum bi sultan illa bi iznillah və aləllahi fəlyətəvəkkəlil mü'minin. Biz də heç bir dəlil, heç bir burhan gətirə bilmərik, məgər ki, Allah bizə verir. Allah bunu bizə verib, minnət qoyub bunu bizə verib, siz də gərək biz peyğəmbərlərə tabi olasın. Başqa bir ayədə işarə edim, bu bəs tamam olsun. Allah Mütəala Qur'anın Fussilət surəsinin 6-cı ayəsində buyurur ki, qul innəma ənə bəşərun mislukum. Ya Peyğəmbər, denən ki, bəli, mən də sizin kimi bir bəşərəm. Eynən sizin bənzərinizəm. Yuha iləyyə. Lakin mənlə sizi fərqləndirən cəhət budur ki, mənə vəhiy olur.
Mənə vəhy olur, amma sizə vəhy olmur. Bu cəhətdən mən sizdən fərqliyəm. Allah tərəfindən mənə vəhy gəlib və sizə vacibdir ki, mənə tabi olasınız. Bəs bunu əsasən üçüncü dəlil də naqis dəlildir. Bəs göründüyü kimi o şəxslər ki, dəlillər gətirmişdilər ki, peyğəmbərlərin Allah tərəfindən göndərilməyinə ehtiyac yoxdur. Üç dəlilin, əlbəttə bundan başqa dəlillər də var ki, ən önəmlisi bu dəlillər idi. Hər üç dəlili batildir. Bəs keçən dəlillərlə isbat olundu ki, Allah tərəfindən ilahi peyğəmbərlərin göndərilməsi vacibdir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.